Bismillahirrahmanirrahim. Muharrem ayının ikinci günü Həzrəti İmam Hüseynin və vəfalı səhabələrinin Kərbəla torpağına ayaq basdığı gündür. O tarixi gün haqqın batillə qarşılaşdığı, əhdə vəfanın zirvəyə çatdığı bir başlanğıcdır. Həzrəti İmam Hüseyn Kərbəla çölünə çatdıqda qəlbindəki sarsılmaz imanla Allah dərgahına olan eşqini nümayiş etdirdi. Bu müqəddəs yolda atılan hər bir addım imamın və əshabının Allahla bağladıqları əhdə olan bağlılıqlarını göstərdi. Qur'an-ı Kərimdə buyurulduğu kimi, möminlərdən elələri vardır ki, Allahla bağladıqları əhdə sadiq qaldılar. Kərbəla meydanı dözümün və əyilməz iradənin meydanı idi. Həzrəti İmam Əli əleyhissalam buyurub, səbir imanın başı kimidir. Həzrəti İmam Hüseyn və onun əziz əshabı qarşılarında çətinliklərin, müsibətlərin və qanlı bir şəhadətin olduğunu bilirdilər. Lakin onlar üçün geri dönmək anlayışı yox idi. Çünki onlar səbri imanlarının hərəkət verici qüvvəsinə çevirmişdilər. Muharremin ikisi Kərbəlaya çatmaq, dünyəvi maraqlardan keçib, əbədi dəyərlərə sahiblənməyin nişanəsidir. Həzrət İmam Hüseyn və karvanı bizə göstərdi ki, insan imanına sadiq qaldısa, heç bir çətinlik onu haqq yolundan döndərə bilməz.